nə qədər saxlamalıdır? Çək birinci bunu çək. 2 dəqiqə yarım saxla, çoxundurmamalısan ha. 2 dəqiqə yarım saxlayırsan, 10 manat qazanırsan. Real bir şey qoymuşuq da, mümkün olmayan qoymamışıq. Fiziki normal olan adam saxlaya bilir. 14 saniyə qaldı. Dayana biləcəksən? Dayana biləcəksən? Düzü, biraz çətindir, çətinliyi var. 3 saniyə. Sol, stop. Bu artıq mükafat verilir 10 manat. Dəyərli dostlar, bax bu turnikdə 2 dəqiqə yarım dayandınız 10 manat, 3 dəqiqə dayandınızsa 20 manat. Gəl bura, çıx sən. Mən əlimdə telefon var. Bunu başı niyə saxlamışam əlimdə? Bax bu qaydada çıxıb 5-ci pillədə 15 saniyə dayanırsan, dayanmaq bir şey deyil, əsas çıxmaqdır. 10 manat qazanırsan. Sonra bax bu gördüyünüz dairəni naqilə toxundurmadan aparsanız əgər 10 manat mükafat var. Bax bu qaydada. Sona qədər aparmaq. Toxunanda səs salır. İndi gəl bura. Bax bu peçenini 30 saniyə ərzində yedinsə 10 manat mükafat qazanırsan. Və burada bir də külçə var. Külçəni də çıxardın bu dəliklərdən birindən. Çıxardınsa, yəni ki çıxan bir şeydir buradan. Yəni bir əlindən çıxarmalısan bunu. Nə qədərdir? 10 manat. Yenə də deyirəm, mümkün olmayan bir şeylər deyil burada. Mümkün olandır. Sual verirdilər ki, yalnız beynəlxalq uşaqlar gününə özəl idi bu. Yox, həmişə var. Həmişə gəlib istifadə edə bilərsiniz. Amma icazəsiz şəkildə toxunmaq olmaz, dəyərli dostlar. Ay yoxlayın falan filan yox. İcazəsiz şəkildə qəti toxunmaq olmaz. Gəlirsiniz, inşallah ki, bunları artıracaq. Fərqli olan oyunlar da gələcək. Nəysə də sizin təklifləriniz olsa, rəy bölməsində yazın. Yerimiz Şabran şəhər Ulu Öndər Heydər Əliyevin adına olan parkın mərkəzində yerləşən ailə istirahət mərkəzi.